Türkiyəli qardaşlarımızın yaxşı bir sözü var. Bir müsibət min nəsihətdən qiymətlidir. İndi bizim o yaşadığımız 4 iyun müsibəti bizlərə təkrar izah eləyir. Demokratiyaya göydən düşmüş bir nemət kimi baxmaq lazım deyil. Demokratiyanı əldə eləməkdən də vacib olan onu qoruyub saxlamaqdır. Aydındır mı? Demokratiyanı əldə eləmək qədər önəmli onu qoruyub saxlamaqdır. Çünki demokratiya düşmənləri məhz demokratiyadan sui-istifadə edərək onu yıxırlar. Xalqların hüquqlarını, haqlarını əllərindən alırlar. Ona görə də bugünkü bu yolun davamçıları, müasir cumhuriyyətçilər üçün bu yolda yürüyən, Azərbaycana demokratiyanı gətirəcəyik deyən bu millətin övladları təkrar bilməlidirlər ki, demokratiyanı Azərbaycana gətirəcəyik və bununla da böyük öndərimizin, liderimizin, sədrimizin bizə vəsiyyətini yerinə yetirəcəyik bu azdır. Bilirsiniz, onun bizlər üçün vəsiyyət hesab olunacaq məşhur sözləri vardır. Azərbaycana müstəqilliyi biz gətirdik, demokratiyanı da biz gətirəcəyik. Bu, cəbhəçilər adından verilmiş bir vəd idi və biz hər dəfə bəyin huzurunda deyirik ki, o vəd yerindədir bəy. Vədin vədimizdir bəy, gətirəcəyik onu Azərbaycana. Amma bu dəfə biz bilməliyik ki, həmin o qiyam yolu ilə Azərbaycandan alınmış, Elçibəydən alınmış, xalqımızdan alınmış o haqqı, hüququ, ədaləti, demokratiyanı millətimizə qaytarmaq azdır. Onu qoruyub saxlayacağıq, onu möhkəmləndirəcəyik və Azərbaycanda ona nail olacağıq ki, demokratiya bərqərar olandan sonra bütün hakimiyyət dəyişiklikləri də ancaq seçki qutusundan keçəcək. Heç bir qolu zorluq bu məmləkətdə keçməyəcək. Ona görə də bəyin huzurunda bildirmək istəyirəm. Ey böyük liderimiz, müəllimimiz, rahat uyun. Bütün dərslərimizi almışıq. Həm sizin nümunələrinizdən, həm də başınıza gələnlərdən dərslərimizi almışıq və Azərbaycan xalqı çətin də olsa bu yolu axıra qədər gedəcək, bütün maneələri aşacağıq, bütün çətinliklərə sinə gərəcəyik, lazımı bütün fədakarlıqları eləyəcəyik və ölkəmizə demokratiya, azadlıq və ədaləti gətirəcəyik.